Çox sürücü bu suala səhv cavab verdi və ya ümumiyyətlə cavab verə bilmədi. Sürücülərə belə bir sual vermişdim ki, bu şəraitdə, yəni yol ayrıcından kənarda geriyə dönən sürücülərdən hansı qayda pozur? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, hər biri pozur. Biz isə şəkli detallı incələyək. Maddə 42-nin 9-cu hissəsindən savadlı sürücü bilir ki, yol ayrıcından kənarda yolun hərəkət hissəsinin sol kənarı tərəfindən manevr etmək mümkün deyilsə, yəni hərəkət hissəsinin eni dardısa, sürücü hətta çıxıb yol çiynindən də qarşıdan gələn nəqliyyat vasitələrinə və həmçinin arxadan gələn nəqliyyat vasitələrinə yol verməklə geriyə dönə bilər. Lakin digər maddəyə görə, maddə 69-dan biz bilirik ki, əgər 1.1 hərəkət hissəsinin kənarını göstərirsə, biz bu xətti yalnız yol çiyninə çıxıb dayanıb durmaq üçün kəsə bilərik. Da belə geriyə dönmək üçün kəsə bilmərik. Diqqət etsəniz görərsiniz ki, avtomobillərin hər biri bir-bir xəttini kəsib. Ona görə hər biri qayda pozur. Sağ olun, sizinlə mən Rıza müəllim idi.